Avropa İttifaqının şərq yuvasına çevrilən Avropa Parlamenti aprelin 24-də Ermənistanda demokratik dayanıqlığın müdafiəsi başlıqlı qətnamə layihəsi irəli sürdü və bununla da Cənubi Qafqazda davamlı sülh üçün təhdidin yeni dalğası start götürdü. Avropalı ikiyüzlü siyasətçilərin növbəti dəfə hay məmləkətinə münasibətdə Roma papasından da artıq katolik olmaq cəhdi isə o qənaəti doğurur ki, burada əsl məqsəd Ermənistana qarşıdakı seçkilərdə hibrid təhlükələrdən qorumaq yox, Azərbaycana dəf almaqla Vaşinqton sülhünə ağır zərbə vurmaqdır. Analitiklər burada ənənəvi bir detala təsadüfən toxunmurlar. Azərbaycan qlobal tədbirlərə ev sahibliyi etməyə hazırlaşdığı ərəfələrdə hər zaman bu tip absurd situasiyalarla üzləşir. Mayın 17-si 22-sində Bakıda BMT-nin xətti ilə Ümumdünya Şəhər Salma Forumunun 13-cü sessiyası keçiriləcək. Bu səbəbdən təxminən 10 gün ərzində Niderland, Belçika parlamentləri, sonda isə Avropa Parlamenti tussen Armeniya en Azerbaycan te gaan versterken. aşağı-yuxarı məzmunca bir-birinə bənzəyən 3 qətnamə layihəsini gündəmə gətirdilər. Deməli, əslində İrəvanın hibrid təhdidlərdən qorunması sadəcə manipulyasiyadır. Hədəf Azərbaycan və onun geosiyasi maraqlarıdır. Entre l'Arménie et l'Azerbaïdjan. Merci collègue. Avropa xüsusilə də erməni lobbisinin təsiri altında bu cür addımları mütəmadi olaraq atır. Çünki onların əsas istəkləri ondan ibarətdir ki, verilən tapşırığı yerinə yetirsinlər, dırnaq desək. Və bu tapşırıqlar əslində Azərbaycanın Avropada artan nüfuzu, enerji diplomatiyasına bir kölgə salmaqdan ibarət olan bir addım kimi dəyərləndirilir. Ona görə düşünürəm ki, yenə də əsas məqsədləri bu cür addımlarla əslində Azərbaycanı qaralama kampaniyasıdır. Parlament layihəsində Azərbaycanın postmüharibə dövrü üçün sülh və barışıq təklifləri Ermənistanın varlığı və suverenliyi üçün təhdid kimi təqdim olunur. Məsələn, Avropa parlamentarilər, xüsusilə də Avropa mühafizəkarları və islahatçıları rəsmi Bakının Qərbi Azərbaycana qayıdış və Zəngəzur dəhlizi ideyalarını hibrid təhlükə kateqoriyasına daxil edərək Azərbaycanın sülh səylərinə zərbə vurmağa çalışır. Halbuki Qərbi Azərbaycan ərazi məsələsi deyil, insan haqlarının təmini məsələsidir. Zəngəzur dəhlizi termininə gəldikdə isə bu layihə artıq trip formatına transformasiya edib və onun çəkilməsi ilə bağlı razılıq Vaşinqtonda imzalanıb. Ermənistanın baş naziri və Amerika Birləşmiş Ştatlarının prezidentinin iştirakı ilə. Amma tək bunlarla da deyil. Qətnamə müəllifləri 30 illik işğal dövründə separatizm və terrorun bütün formalarına müraciət edən erməni qatillərini girov əsir kimi təqdim edərək onların azadlığa çıxmasını zəruri adlandırır. Bu mövqe Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan oliqarx Samvel Karapetyanın şüarları ilə üst-üstə düşdüyündən Avropa Parlamentinin Cənubi Qafqazda separatizmi təşviq etdiyi bir mənalıdır. Anti-Azərbaycan xarakterli bəyanatlarla, addımlarla Avropa İttifaqındakı müəyyən qüvvələr əslində konkret olaraq Paşinyan hökumətinin əleyhinə çıxırlar. Biz bilirik ki, Paşinyan hökuməti dəfələrlə artıq həmin o separatçıların, həbs olan separatçılarla bağlı və ümumiyyətlə o dırnaqarası o havadan yaradılma Qarabağ probleminin bitdiyini və bu səhifənin bağlandığını iddia edir. İndi baxın, görək bu həmin Avropa İttifaqındakı bu qüvvələr bu məsələləri yenidən gündəmə gətirməklə kimə xidmət edirlər? Ermənistanın indiki hakimiyyətinin, yəni Paşinyan hakimiyyətinin güclənməsinə, onun ayaqda qalmasına, yoxsa revanşistlərin hakimiyyətə gəlməsinə? Avropalı riyakar siyasətçilərin bölgədə hərbi eskalasiyanı tətiklədiyini təsdiqləyən faktlardan biri də Qarabağı könüllü tərk edən ermənilərin etnik təmizlənməyə məruz qaldıqlarının iddia olunmasıdır. Deməli, qoca qitə sülhə qarşı hərbi avanturanı dövrəyə daxil edir. Qərb parlamentarilərinin indiki mürəkkəb vəziyyətdə revanşistlərin tezislərinə verdiyi dəstək açıq şəkildə regional sülhü və təhlükəsizliyi təhdid edir. Ona görə də Bakı ilə əlaqələri intensivləşdirməyə çalışan Avropa İttifaqı rəsmiləri qətnamə oyunu üzərində ciddi şəkildə düşünməlidir.